Hamıya salam, vloguma xoş gəlmisiniz. Bugün sizlər üçün təmizlik vlogu çəkmişəm və onu təqdim edirəm. Bilirəm ki, təmizlik vloglarını çox sevirsiniz və maraqla izləyirsiniz. Son zamanlar vloglara daha çox üstünlük verirəm. Kanalımda əvvəllər mən yemək reseptləri ilə başlamışdım. Yemək və şirniyyat reseptləri ilə. Bununla yanaşı son zamanlarda kanalımda vloglara da yer verirəm. Çünki vloglar izləmək həqiqətən də maraqlı olur və görürəm ki, təmizlik vloglarını, gündəlik həyatdan çəkilən vloglar çox bəyənilir. Vloglarımda mənə gələn sualları bu vlogumda cavablandırmaq istəyirəm və bir izləyicim də məndən ev turu çəkməyimi istəmişdi. Onu da çəkmişəm. Videonun sonuna yaxın onu da paylaşacağam. Ümid edirəm ki, video xoşunuza gələr və izləyənlər arasında kanalıma abunə olmayanlar varsa, zəhmət olmasa kanalıma abunə olun, videomu sona kimi izləyin və fikirlərinizi mütləq şərh bölməsinə yazın. Hər birini maraqla izləyirəm, oxuyuram. Bir daha hər birinizə təşəkkür edirəm. Bugün qızlarımın otağını təmizləməyə qərar verdim və bunu sizlər üçün çəkdim. Hər gün əslində özləri yüngülcə olsa da təmizləyirlər, amma dərin təmizliyi özüm edirəm. Çünki onlar ilə uşaqdılar və hər şeyi tam etməyi bacarmırlar. Ona görə də özüm edəndə daha çox ürəyimə yatır. Bir izləyicim keçən dəfəki vlogda yazmışdı ki, harada yaşayırsınız? Yolları Bakı yollarına oxşatmadım. Bəli, mən Bakıda yaşamıram. Mənim yaşadığım yer Neftçala rayonudur. Neftçala rayonunda yaşayıram. Və məni Neftçala rayonundan izləyən izləyicilərim də var aranızda, bilirəm. Məni hardan izləyirsiniz? Mütləq rəylərdə yazın. Mənə çox maraqlı olar. Və onu demək istəyirəm ki, mənə dəstək olun. Video çəkmək, həmçinin bunu səsləndirmək, vaxt ayırmaq xüsusi bir əmək tələb edir. Mən bu əməyi verirəm sizlər üçün və siz də mənə dəstək olun, şərh yazın, videomu bəyənin, paylaşın kanalımı ki, izləyicilərim çoxalsın. Özüm ailəliyəm, 3 uşağım var, 2 qızım, 1 oğlum. Qızlarım 11 və 12 yaşlarındadılar, oğlum isə 6 yaşındadır. Bu evə 4 il yarım, 5 ilə yaxın olar ki, köçmüşük. Əvvəllər qaynanam və qaynatamla birlikdə yaşayırdıq. İndi isə ayrı bir evdə yaşayıram. Siz də şərhlərdə yazarsınız xanımlar, siz necə yaşayırsınız? Ayrı yoxsa qaynanayla birlikdə? Əslində heç bir fərqi yoxdur. Harada yaşayırsınızsa yaşayın. Əsas odur ki, evdə xoşbəxtlik və huzur olsun. Siz nə düşünürsünüz bu haqda? Mütləq yazın. Sizcə qaynanayla yaşamaq yoxsa tək yaşamaq? Hər kəs öz fikrini yazsın. Və burada qızların şkaflarını da yüngülcə təmizləyirəm. Bir də xanımlardan soruşmaq istəyirəm ki, bayrama necə hazırlaşırsınız, nələri etmisiniz, nələr qalıb. Mən heç bir şirniyyat etməmişəm hələ ki. 1-2 gün ərzində inşallah ki edəcəm. Şəkər bura, badam bura, paxlava və s. hər il onsuz da bunları bişiririk. Mən sifariş vermirəm, özüm edirəm hər birini. Siz özünüz edirsiniz, yoxsa sifariş verirsiniz, hansı sizin üçün rahatdır? Məncə işləyən xanımlar üçün sifariş vermək daha rahat olur. Çünki həm işdə yorulurlar, həm də gəlib ev işləri görürlər. Bir də şirniyyat xüsusilə vaxt aparan bir şeydir. Qoğal, şəkər bura, paxlava əsasən bu şirniyyatlar çox vaxtımızı aparır. Adi keks və piroqlar kimi deyil. Ona görə də hər kəsi başa düşmək olar. Amma mən evlər xanım olduğum üçün özüm hazırlayıram. Mən xanımlara sual vermək istəyirəm ki, sizcə bayram təmizliyi mütləq bu bahar bayramından öncə mi olmalıdır, yoxsa fərqi yoxdur? Mənim üçün heç bir fərqi yoxdur. İstədiyim vaxt bayram oldu və yaxud da olmadı, evləri təmizləyirəm və bəzi günlər ayırıram. O günlərdə xüsusilə evləri dərin təmizlik edirəm. Dolab içlərini, şkafların içlərini boşaldıb təmizləyirəm və yaxud da pərdəmin kirləndiyini hiss etdikdə onu açıb yuyuram. Bayramı gözləmirəm, ona görə də mənim üçün bayram təmizliyi deyə bir şey yoxdur. Sadəcə gündəlik etdiyim təmizlikləri bayram öncəsində edirəm ki, evim hər zaman təmiz olsun. Və fikir vermişəm, evi dərindən təmizləyəndə ən azından 1-2 gün təmizliyi hiss edirsən. Və budur, otaq hazırdır, təmizlədim.
Və artıq günorta vaxtı çatdı. Mən isə hazırladığım yeməyi göstərmək istəyirəm. Sobaya toyuq qoymuşdum. Bu şəkildə keks qabının üzərinə qoydum belə ki, içərisi tam pişsin. Onu bir videoda görmüşdüm və həqiqətən də içərisi tam pişmişdi. Plov ilə servis etdik. Yeməyimizi yedikdən sonra işlərimə davam edirəm qaldığım yerdən. Digər otağa keçdim. Buraların da tozunu alıram. Əvvəlcə yuxarılardan başlayıram ki, aşağılar sonradan kirlənməsin. Bu işləmələrin aralarında təmizləmək biraz çətindir. Çünki hər tərəfə boyumuz çatmır. Stol qoymuşam və onu stolun üstünə çıxıb elə silirəm. Bu şəkildə çəkmək də biraz çətindir. Üzrlü sayın, biraz görüntülər yaxşı olmasa da. Kondisionerin üzərini silirəm. Və keçirəm çılçıraqları təmizləməyə. Onları da bir-bir tozlarını alıb təmizləyirəm. Buraları bitirdikdən sonra isə keçirəm aşağı hissələri təmizləməyə. Və son olaraq da yerləri silirəm. Və artıq təmizlik hissələrinin sonuna gəlirik. Buraları da sildikdən sonra təmizliyimi bitirirəm və əşyalarımı götürdüyüm yerə qoyuram. Sizin üçün ev turuna başlayıram. Bu mənim salonumdur. Salonuma ilk girer-girməz bu şəkildə bir divan qoymuşam. Çünki yerim burada idi və digər yerdə qapı və pəncərə olduğuna görə bura rahat oldu qoymaq. Pərdələrimi divar kağızına uyğun seçmişdim illər öncə. Bizim qonaq otağı tam ortada yerləşir. Kənarlarda isə digər otaqlar var. Qonaq otağı ilə burada bitirirəm və yataq otağını göstərirəm. İllər öncə bu yataq otağını seçərkən avoyu çox bəyənmişdim, amma indi olsam açıq rənglərdən istifadə edərdim. Çünki onsuz da bu otağa işıq elə də düşmür. Bu xalçanı isə Trendyoldan sifariş vermişdim keçən il.
Çox razı qaldım. Çox yumuşaq və rahat xalçadır. Qiyməti münasib idi. Bu isə bayaq göstərdiyim qızlarımın otağıdır. Bir daha ev turun içərisində göstərirəm. Və burada mətbəxə keçirəm. Burada hamam var. Onu da inşallah bir dəfə başqa bir videoda göstərərəm. Bura mənim mətbəximdir. Mətbəximi ağ və qəhvəyi tonlarda seçmişəm. Jalüz pərdədən istifadə etmişəm. Və yerləri isə belə açıq rəngdə xalça sərmişəm. Xalçanın açıq rəngdə olması heç də yaxşı deyil. Çox tez kirlənir. Mən məsləhət görmürəm. Bu isə oğlumun otağıdır. Videomu sona kimi izlədiyinizə görə hər birinizə təşəkkür edirəm. Əgər bəyəndinizsə mütləq bəyən düyməsini basın. Şərhlərdə fikirlərinizi yazın. İzlədiyiniz üçün çox sağ olun. Yeni videolarda görüşmək diləğilə.